Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün maraqlı bir mənzillə sizin qarşınızdayım. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Gözəl proyekti var. Metroya da yaxın yerləşir. Həzəsalon metrosundan piyada 7-8 dəqiqəlik məsafədə yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. Genişdir, 130 kvadrat ölçüsü var. 4 otaqlı mənzildir. İndi mən mənzildə olan hər şeyi sizin nəzərinizə çatdıracağam. Elə başlayırıq bu gözəl mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Sağ tərəfdə bir güzgü yerləşdirilib. Gizli işıqlar aşağı hissəsi şkafdır. Girişi kifayət qədər genişlik, döşəməsi qranitdir, üstü döşəmə ilə təchiz olunub. Daxil olduqda sağ tərəfdə bu hissədə belə böyük şkafımız yığılıb. Əşyalarınızı tam rahatlıqla yerləşdirmək imkanınız var. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin qonaq otağıdır. Burada sol tərəfdə 2 də sanitar qovşağımız yerləşir. Girişin bu hissəsində yenə də şkafımız var. Yəni şkaf çoxdur, əşya yerləşdirmə bağlı heç bir problem yoxdur. Burada mənzilin əsas yataq otağıdır bu hissədə. İkinci yataq otağı, burada isə mətbəx və mənzilin üçüncü yataq otağı yerləşir. Girişdə işıqlandırmada spotlardan istifadə olunub. Əlavə olaraq bura işıqlar da yerləşdirilib. Yəni açıq rənglərdən istifadə olunub divar kağızlarına, ona görə də gözü yormur. Gəlin başlayaq mənzilin qonaq otağından bir-bir otaqları mən sizə göstərim. Belə gözəl qapıdan daxil oluruq mənzilin qonaq otağına. Kifayət qədər geniş ölçüyə malikdir, yəni təxmini 25-30 kvadrat olar, yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Nəyimiz var burada? TV stend. Burada yığılıb görsünüz aşağı hissələr şkafdır, arxası mebel işləmələr, güzgülər yerləşdirilib. Burada mənzilin eyvanına çıxış var, pərdəmiz asılıb hazırdır. Mərkəzdə böyük gözəl lüstrumuz var, gözəl alçıpan fiqur yığılıb, gizli işıq, spotlar, bura işıqlar yerləşdirilib. Bu hissəyə istənilən mebel dəstini tam rahatlıqla yerləşdirmək olar. O pəncərə tərəfdən masanızı yerləşdirə bilərsiniz. Yəni ölçüsü yaxşıdır, bu barədə narahat olmağa dəyməz. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupça da var, ipotekası təsdiqləmiş müştərilər müraciət edə bilərlər. Keçək yavaş-yavaş mən sizə göstərim mənzilin digər otaqlarını. Burada yerləşir mənzilin əsas yataq otağı. Maraqlı dizaynı var. Gəlin buranı da göstərim sizə. Burada taxtımız da var, hazırdır. Yəni almağa ehtiyac yoxdur. Arxa hissəsi gözəl alçıpan fiqurla yığılıb. Burada make-upımız var. Güzgü yerləşdirilib, kondisioner yeri qoyulub hazırdır. Tavan hissəni də göstərək. Lüstrumuz açılıb. Bu yataq otağın bu hissəsində şkaflar var. Bunların hamısını göstərirəm ki, yəni əşya yerləşdirməklə bağlı heç bir problem yoxdur. Narahat olmağa dəyməz. Burada da şkaf var. Bu hissə də şkafdır. Görürsünüz genişliyini, dərinliyini və eyni zamanda bu hissədə də, yəni daxil olda sağ və sol tərəfdə də yenə əlavə olaraq şkaflarımız var. Dərinlik də çox yaxşıdır. Onu da göstərək və eyni zamanda bu hissədə də. Belə, mən sizə buradan göstərim mənzilin sanitar qovşaqlarını. Buranın genişliyinə fikir verin, kifayət qədər geniş ölçüyə malikdir, vannamız var. Əsasən müştərilər tələb edir bizdən son zamanlar. Bu hissəsində şkaf da yığılıb. Yəni mənzildə hər şey xırdalığına qədər düşünülüb. Gözəl böyük muhidadırımız və bunun yanında yerləşir mənzilin kiçik sanitar qovşağı. Buranı da ümumi olaraq göstərək. Bütün aksesuarlarla tam olaraq təchiz olunub. Dediyim kimi təmirdən də sonra mənzildə yaşayış olmuyor. Burada yerləşir mənzilimizin mətbəxi. Buranın da ölçüsü kifayət qədər genişdir. Girişdə olan üstü döşəmə. Burada da davam etdirilib. Maraqlı tərzdə mətbəx mebelimiz yığılıb. Üstü və sinəli mərmərdir. Şkaflar da çoxdur. Yəqin ki, görürsünüz, qaz peci aspirator qoyulub hazırdır. Burada belə bir balaca yerimiz var. İstiri sistem kombidir. Aparat da burada quraşdırılıb. Və əlavə olaraq bu hissədə də yenə şkafımız var. Yəni mətbəx mebeli bu hissədə də davam etdirilib. Yəni soyuducun yeri burada nəzərə alınıb. Tavan hissəsində göstərək. Lüstr spotlar, hər bir şey qaydasındadır. Burada yerləşir mənzilin növbəti yataq otağı. Buranı da ümumi olaraq göstərək.
Buranı uşaq otağı kimi istifadə edə bilərsiniz. Uşaq otağına yararlıdır. Ölçüsü də təxmini 8-10 kvadrat olar. Burada isə yerləşir mənzilin 3-cü yataq otağı. Gəlin buranı da göstərək ümumi olaraq. Sonra mənzilin qiymətini və məlumatları nəzərinizə çatdıracağam. Burada dediyim kimi növbəti yataq otaqda. Bura ölçüsü yaxşıdır. Təxmini 15-18 kvadrat olar. Spotlardan istifadə olunmuş işıqlandırmada pərdəmiz asılıb hazırdır. TV, internet orada nəzərə alınıb. Belə, mən demək olar mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdırdım. İndi isə keçək məlumatlara. Yerləşir Həzəsonovda, Həzəsonov metrosundan piyada 7-8 dəqiqəlik məsafədə yerləşir. Yeni tikili binada yeni təmirli və yaşayış olmamış təmirdən sonra 4 otaqlı mənzildir, amma əslində 3 otaqdır sənədlə, yəni 3 otaqdan 4 otağa düzəlmədir, 4 otaqdan seçilmir. Gördüyünüz kimi hər otağın ayrıca girişi, yəni ayrıca işıqlanması, pəncərəsi var. Ölçüsü demişdim 130 kvadratdır. 14 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Sənədlər qaydasındadır, çıxarış yenə kupçada var və mənzilin start olaraq qiyməti 305 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.